2 otaqlı mənzilimiz çox münasib qiymətlə satışa çıxıb. Qiymət də həqiqətən münasibdir. Videonu axıra qədər izləyin. Bakıxanov qəsəbəsinin ən gözəl yerində, mərkəzi yolun üstündə, dəyərli izləyicilərim. Mənzilin eyvan hissəsidir. Eyvan hissəsi birbaşa mərkəzi yola baxır, gördüyünüz kimi. Haradasa 6 metrəlik eyvan hissəmiz var. Yerləşmə yeri haqqında məlumat verdim. Dostlar, indi isə mənzilimizin daxilini sizin üçün təqdim edirəm. Dostlar, onu da qeyd edim ki, mənzilimiz orta blokda yerləşir. Daş binadır. Bura mənzilin zalıdır. Zalın daxilindən də eyvan hissəsinə çıxışımız var. Çox böyük bir dənə eyvan hissəsi var mənzilin. Açıq qatı, zalı bir qədər də böyütmək mümkündür. Burada mənzilimizin yataq otağıdır, dəyərli izləyicilərim. Qonaq otağını, zalı təqdim etdik. Ölçüləri olduqca genişdir. Yataq otağının ölçüləri də hardasa 14-15 kvadrat metr ölçülərə sahibdir. Yataq otağının daxilindən də biraz əvvəl təqdim etdiyim asan xidmətə baxan eyvan hissəsinə çıxışımız var. So pure across the land with every beat my heart does lead. Mətbəxdən eyvan hissəsinə çıxışımız var, gördüyünüz kimi. Mətbəxin də kvadratı hardasa 14-15 kvadrat metr ölçülərə sahib belə geniş mətbəx hissəmiz var, dəyərli izləyicilərimiz. Allah xeyir versin, kim alsa yerləşmə yerinə həqiqətən söz ola bilməz. Bakıxanov qəsəbəsinin ən gözəl ərazilərindən biridir. Marşrut xətti Neftçilər metro stansiyasına işləyən, fəaliyyət göstərən marşrut xətti birbaşa binanın önündən keçir. 74 nömrəli məktəb. Uşaq bağçası, böyük ticarət obyektləri hamısı evin lap yaxınlığında yerləşir. Mənzilin sənədləri haqqında məlumat vermək istəyirəm, dəyərli izləyicilərim. Sənədlər qaydasındadır, kupçası, texpasportu, bütün sənədləri qaydasındadır. Hal-hazırda yaşayış yoxdur, boşdur. İnşallah alıq-satqı günü mənzilin açarlarını təhvil verəcəyim. Mənzilin qazı, işığı, suyu daimidir. İstilik sistemi dövlətin verdiyi istilik sistemidir. Sənədlər bir daha qeyd edim, kupçadır, tam qaydasındadır. Dostlar, mənzilin qiyməti indiki bazar üçün həqiqətən münasibdir. 135 min manatla satışa çıxıb. Əgər real alıcı olarsa, ev sahibi tərəfdən cüzi endirim oluna bilər. Bu mənzillə bağlı nə sualınız olsa, buyurub əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.